Yediyiniz balıq diri çıxsa nə edərsiniz? Yeməkdəki balıq diri çıxdı. Sosial şəbəkələrdə viral olan yeni video, restoranda sifariş edilən yeməkdəki balıq diri çıxıb. Müştəri videoda balığın çubuğu dişləməsi anını görüntüləyib. Xəstələri sağaldan at həkim. Fransanın şimalında 15 yaşlı Peo adlı bir ayğır 2016-cı ildən bəri Kalyas xəstəxanasında ölümcül xərçəng xəstələrinə mənəvi şəfa verir. Peo demək olar ki, hər gün paliativ baxım şöbəsində xəstələrə baş çəkir. Onun varlığı xəstələrə huzur gətirir. Bəzən ağrı-kəsici dərmanlara ehtiyaclarını da azaldır. Yaşıl adam, yad planetli yoxsa tənbəl? Balaca yaşıl adam. Artıq bu söz sadəcə yad planetlərə aid deyil, həm də Çin sakininin yeni ləqəbidir. Təkcə dərisi yox, eyni zamanda gözlərinin ağına qədər zümrüd rənginə çevrilən pasiyent nadir xəstəliyə yoluxduğunu güman eləyib, lakin müayinə zamanı məlum olub ki, səbəb yediyi yaxşı bişirilməmiş ilbizlərdir. Sürüngen qurbanı uğurla müalicə olunub və həkim onu evə yola salanda belə deyib: yeməyi düzgün bişirməyi öyrənin. Həqiqətən ada çayı əl titrəməsini azaldır. Ada çayı, yəni Salvia officinalis, el arasında ona şalfey də deyirlər. Bu bitkinin çayı bəzi hallarda həqiqətən də əl-ayaq titrəmələrinə kömək edir. Bir neçə sosial şəbəkə istifadəsi bunu sınayıb. Əgər titrəmə stres və yuxusuzluqla bağlıdırsa, ciddi bir xəstəliyin nəticəsi deyilsə, sinir sakitləşdirməklə bu narahatlıqdan qurtulmaq olur. Amma təbii ki, müvəqqəti çarə tibbi müalicəni heç vaxt əvəz edə bilməz. Əgər əl-ayağınız titrəyirsə, həkimə müraciət etmək və səbəbini öyrənmək lazımdır. Səhifəmizi izləyin, videolarımızı bəyənin və şərh yazın. Sinir hüceyrəsinin böyümə faktoru BDNF aşkar olunduqdan sonra Çin alimləri onu aktivləşdirən qidaları araşdırmağa başlayıb. Nəticədə ilk sıralarda beyin yenilənməsinə dəstək olan 3 qidadan birincisi qaragil olub. Növbəti yerdə zərdəçal, yəni sarı kök kimi tanınan ədviyyat durur. Üçüncü yerdə isə katan toxumu ilə omega 3 yağı göstərilir. Sağlam xülasə. Qismət.